Salam əziz şagirdlər. Dərsə gecikənlər üçün və ya da keçdiyimiz zamanda feilin düzəltmə quruluşuna görə düzəltmə olanları başa düşməyənlər üçün çəkirəm bu videonu. Bir daha da baxarsınız inşallah. Xüsusilə düzəltmə feillər, bu düzəltmə feillər iki cür olmuş olur. Bir adlardan düzələn, bir də feillərdən düzələn. Birinci adlardan düzələnləri izah edirəm. Adlardan deyəndə nə başa düşürük? Yəni adlar deyəndə illa da isim götürülməyəcək uşaqlar. Bura həm isim daxildir, həm sifət daxildir, həm say, zərf və əvəzlik daxil olacaq. İndi adlardan feil düzəldən şəkilçilər hansılardır? Burada bir şey də qeyd edeyim ki, birbaşa adlardan düzələn bütün feillərin hamısı məlum növ feillər sayılır. Birinci, la üstü 2 şəkilçisi. Nədir la üstü 2 şəkilçisindən düzələn feillər? Məsəl üçün, göz ismindən gözlə, baş ismindən başla, irəli zərfindən irəlidə. Bildinizmi? Və s. Bundan başqa, digər şəkilçi lan üstü 2. Biri də laş üstü 2. Deməli, lan üstü 2-də nə var? Məsəl üçün, ağıl ismindən ağıllan, dil ismindən dillən, yaş ismindən yaşlan və s. Laş şəkilçisindən. Məsəl üçün, deməli, bir sayından birləşmək feili, yaş ismindən yaşlaşmaq feili, yaşlaşdı. Düzdürmü? Ayaq ismindən ayaqlaşmaq feili. İndi burada uşaqlar bir məsələni nəzərinizə çatdırıram. Baxın, lan şəkilçisi və laş şəkilçisi qoşulduğu, yəni bizim gördüyümüz bütün feillərin hamısında bütöv şəkilçi kimi götürülür. Xeyr, təbii ki. Nəyə diqqət eləyəcəyik? Məsəl üçün, baxın, ayaqlan yazırıq. Ayaqlan. Əgər bir feildə baxsaq ki, lanı ayıra bilirik və bundan sonra maq şəkilçisi artırıb müstəqil feil düzəldə bilirik. Demək ki, orada la ayrı leksik şəkilçisi, n isə feildən feil düzəldən şəkilçi olacaq. Dilimizdə ayaqlamaq feili varmı? Bəli. Mən xalçanı ayaqladım, xalça ayaqlandı. Demək ki, burada bütöv götürüləcək. Amma yaşlanmağa baxın, yaş ismi var, yaş ismi, insan qocalır, yaş artır. Yaşlamaq feili varmı dilimizdə? Yox. Ona görə lan bütöv götürüləcək. Məsəl üçün, ağıllamaq feili varmı dilimizdə? Yox. Ona görə ağıllanmaq bütöv götürüləcək. Keçdik laşa. Məsəl üçün, baxın, ayaqlaşmağı normalda deyə bilərsiniz ki, müəllim, ayaqlamaq feili var axı. Var, tamam. Amma bu ayaqlaşmaq bilirsiniz hansı məna verməlidir? Qarşılıqlı şəkildə ayaqlaşırıq. Mən onu ayaqlayıram, o məni ayaqlayır və belə ayaqlaşmış oluruq. Belə feil dilimizdə olmadığı üçün laş şəkilçini bütöv götürəcəyik. Laşı necə eləyəcəyik? Məsəl üçün, baxın, qucaqlaşmaq feili. Bu feilində deyim ki, kökü qucmaq feilidir. Qucmaq feilindən qucaq ismi düzəlir, qucaqdan qucaqlamaq düzəlir. Yəni, övlad anasını qucaqlayır, anası övladını qucaqlayır və qucaqlaşmış olurlar. Bax, bütöv şəkildə deyil, burada artıq neynədik? Ayırdıq. Bu məsələlərə uşaqlar diqqət eləyəcəyik. Məsəl üçün, salamlaşmaq feili var. Sözün kökü salam ismidir. Salam ismindən salamlamaq feili yaranırmı? Dilimizdə varmı belə feil? Var. Ş artıq burada bütöv götürüləcək. Bir də bu var. Məsəl üçün, vidalaşmaq feili. Dilimizdə vida sözü varmı? Bəli, var. Vidalamaq varmı? Yoxdur. Ona görə nə edəcəyik? Vidalaşı bütöv götürəcəyik. Diqqətli olmaq lazımdır. Burada bir tək daşlaşmaq sözündə fərqlilik var. Daşlaşmaq. İki mənada da götürə bilirik. Bir mənasında məlum növ olur. Daş ismindən birbaşa daşlaşmaq. Yəni nə oldu? Torpaq daşlaşdı. Yəni bərkidir bu anlamda. Bunun başqa bir mənasında isə
Daş ismindən daşlamağı götürürük. Ondan da qarşılıqlı şəkildə daşlaşmağı götürürük. Bu olacaq qarşılıq. Niyə görə? Küçənin başında duran bir uşaq o bir uşağı daşlayır. O da bu bir uşağı daşlayır və qarşılıqda nə olmuş olur? Daşlaşmış olurlar. Və beləliklə qarşılıq növ olur. Bu testlərdə var. Diqqətli olmaq lazımdır burada. Davam edirik. Bundan sonra var nə? Al şəkilçisi. Al üstü 2 və ar üstü 2. Bu şəkilçilərdə nə ilə rastlaşırıq? Məsəl üçün al. Al və bəzi feillərdə bu l şəklində də işlənmiş olur. Məsəl üçün qara sifətindən qaralmaq feili. Bax, bu formada olacaq. Qoca sifətindən qocalmaq feili. Bu formada olmuş olacaq. Məsəl üçün çox sayından çoxalmaq. Gen sifətindən genəlmək. Dar sifətindən daralmaq və s. və s. Arda necə olmuş olacaq? Məsəl üçün boz sifətindən bozarmaq feili. Ağ sifətindən ağarmaq feili. Yəni bu formada burada da adlardan feil düzəlmiş olacaq. Yadda saxlayırıq. Saralmaq feili sadədir. Gödəlmək feili sadədir. Və digərlərini də öz konspektimdə yazmışam, izah eləmişəm. Diqqətli olarsınız oxuduqca bu formada. Növbəti şəkilçimiz nə var? Növbəti şəkilçimiz I üstü 4 şəkilçisi var. I üstü 4. I üstü 4 şəkilçisi nə edir? Feillərdən, adlardan feil düzəldir. Məsəl üçün, baxın, ləng sifəti var. Ləng sifətindən ləngimək feili. Bərk sifəti var. Bərk. Bərkdən bərkmək feili. Yavaş sifəti var. Yavaş sifətindən yavaşmaq feili. Düzdürmü? Bəli, müəllim, düzdür. Turş sifətindən turşumaq feili və s. Sonra nə var? Sonra A şəkilçisi var. A üstü 2 şəkilçisi. Nə düzəldir A üstü 2 şəkilçisindən? Baxaq, yaş ismindən yaşamaq. Yaş nəm sifəti yox, yaş ismi hər il gəlir, yaş üstə yaş qocalıram. Boş sifətindən boşamaq feili. Görürsünüzmü? Qan ismindən qanamaq feili və s. və s. Bizə lazım olan əsas şəkilçilər bunlardır. Əsas şəkilçilər. Bundan başqa qeyri-məhsullar deyək, feil düzəldən şəkilçilər varmı? Təbii ki, var. Məsəl üçün, hansı şəkilçi var? Aş şəkilçisi var. Məsəl üçün, öz ismindən özəşmək. Yan ismindən yanaşmaq. Sonra nə şəkilçisi var? Sonra bir dənə imsə şəkilçisi var. Qeyri-məhsuldar imsə şəkilçisi. Nə düzəldir? Mən əvəzliyindən mənimsəmək feili düzəlir. İmsə bütöv şəkilçidir. Sonra qeyri-məhsuldar şəkilçilərdən uşaqlar sa şəkilçisi var. Nədir? Susamaq. Bir də var şəkilçisi var. Nə olacaq varda? Suvarmaq. Sonra nə var idi? Uşaqlar, bir də ılda şəkilçisi var. Ilda şəkilçisi əsas olaraq bilirsinizmi nə düzəldir? Təqlidi sözlər deyirlər. Təqlidi. Təbiətdə olan səslər var. Məsəl üçün, baxın. Tık səsindən tıqqıldamaq. Güp səsi var. Güppuldamaq. Bildinizmi? Hıq səsi çıxır, məsəl üçün, hıqqıldamaq. Ilda şəkilçisi əsas təqlidi sözlər deyirlər bunlara. Nida sayılır. Bunlar hamısı nida sayılır. Ondan sonra uşaqlar bir də ıq-ix şəkilçisi var. Iq-ix şəkilçisi. Bu şəkilçisini yadda saxlayaq. Deməli
Neynir? Baxın, ıq, ix, uq, üx şəkilçisidir. Bu formadadır. Məsəl üçün, dar sifətindən darıxmaq düzəlir. Yol ismindən yoluxmaq düzəlir. Sonra nə var idi? Sonra nə vardı? Pis sifətindən pisikmək gəlir. Yəni, bu da yadda qalsın, feil düzəldim. Bəzi kitabların içərisində verməyiblər. Beləliklə, uşaqlar, bir dənə şəkilçisi var idi. An şəkilçisi var. An. An şəkilçisini orada da Seyidi kitabda yazmışdım. Məsəl üçün, hıqqanmaq sözü var. Bayaqki kimi təqlidi sözlərdən düzəlmiş olur. Sonra güc ismindən gücənmək feili vardır. Bunlar da inşallah yadda qalmış olsun. Bunlar nə oldu? Adlardan feil düzəldən şəkilçilər oldu.